Qeyri-adi bir həyatla qarşınızdayım. Hal-hazırda buzovnadayım. Möhtəşəm bir bağ evi göstərdim. Sözün əsl mənasında 14 sotun içində. İstəmirəm video çox uzansın. Gəl xırda-xırda göstərək burada. Girən kimi belə bir dənə gözəllik fontanı var. Onu gördünüz. Sonra keçirik bu tərəfdə. Açıq besetkası. Bu arada fontanı buradan idarə eləmək olur. Mənim xoşuma gələn bir şey oldu. Bax orada su tərəfini göstər. İstəyirsən buradan hansı formada istəyirsən istifa. Bu sönsün, onlar yanılı qalsın. Və yaxud da istəsəz tam hamısı yansın. Belə bir şey olsun. Maraqlıdır. Bax belə də olur. Və indi belə yansın. Bayaqdan başqa bir yanır. Ev necə qəşəng bir evdir. Necə qəşəng bir həyətdir. 11 metr uzunluğunda hovuz. 5 metr enində 1.60 dərində. Burada sanitar qovşağı. Göstərməyəcəm ki, video çox uzanmasın. Ev zaten öz sözün deyir. Belə bir qış besetkası. İsti döşəməli. Qazıq suyu, işığı, bütün kommunal xəttləri var. Sizə indi bu evin arxa tərəfdə, yan tərəfdə olan nə deyirlər, ay Allah, yadımdan da çıxdı birdən-birə. O deyir, söz dilimin ucundadır. Qazanxanası. Qazanxanasını göstərəcəm. Burada da yay aylarında əyləşə bilərsiniz. Yan tərəfdən yolu var. Evin arxa tərəfinə keçmək olur. Gedək orada da baxaq. Gördünüz, evin yan tərəfi, qazanxana o biri tərəfdədir. Gedək ora. Həyəti də bu tərəfdən göstərək. Bu evdə 500 marka ilə ancaq beton tökülüb. Ev sahibi deyir ki, ən az armatur 20'likdir minimum. 22'lik, 24'lük armaturlardan istifadə olunub. Top dağıtmaz deyirlər də. Çox qəşəng evdir. Yolun qırağıdır. Daimi yaşayış olan bir yerdir. Qiymətini sonda deyəcəm. Vallahi bu qiymətə bu bağ almağa dəyər. Gəlin də bir də bunun qazanxanasına bax. Generatorla tutmuş, boiler sistemləri, filtr sistemləri, hər bir şey var. Yəni bilinir ki, bu evdə heç nəyə qənaət olunmuyub. 30 kvadratlıq bir yeri belə dəyərləndiriblər. Ha, burada bir dənə də şey var. 100 tonluq su ambarı var onun altında. Demək olar bu teritoriyanın altı. Burada da bax görürsünüz qapaqları var. 100 tonluq su ambarıdır. Ha, 100 tondan əlavə 30 tonda bir dənə də su ambarı var. Burada da stol qoyub əyləşə bilərsiniz. Gəlin indi keçək bu top dağıtmaz evimizdən sizi tanış eləyim. Ağ və qara tonlardan istifadə olunub, rəng tonlarından. Bilmirəm videoda nə qədər düşür, amma möhtəşəmdir. Daxil olan kimi geniş bir hol pilləkəni. Burada 55 kvadratlıq zalı, zaldan o bayaq yan tərəfdə göstərdiyim yerə çıxışı, təbii kamini. Keçirik mətbəxə. Bütün sənədləri qaydasındadır. İnterneti, qazı, suyu, hər bir şey var. Burada da mətbəxi yığılıb. Allah. Çox qəşəng. Burada da birinci mərtəbədə yataq otağı. Birinci mərtəbədə sanitar qovşağı. Bir şeyə diqqət verin. 70 santlıq divarlarda, iç tərəfdə. Bayır tərəfdən 1 metrlik divarlarda. Belə onu düz demişəm də, top dağıtmazdı bu ev. Burada da sanitar qovşağı. Gəl qalxaq ikinci mərtəbəyə. Həqiqi möhtəşəmdir. Həm evə, həm həyətə girəndə dedim, qardaş bu nə evdir belə. Biz çox evlərdə olmuşuq, amma hər evdə də təəccüblənmirik. Bu birinci yataq otağı. Bu ev nə yalan deyim, məni təəccübləndirdi. Burada ikinci yataq otağı.
qardırobu var. O tərəfdə nə var? Mən də sizlərlə bərabər birinci dəfədir gəzirəm. Düşünməyin, ha təcrübəm yoxdur. Sadəcə olaraq gəzməmişəm otaqları. Dedim, nə düşünürəmsə, nə görürəmsə, onu sizlər də hiss edərsiniz. Bir də burada tavana çıxmaq üçün yer var. Yəqin ki, çardağa da tam. Ay Allah. Maşallah, maşallah. Nə boyda yataq otağıdır bu? Nə qədər lüstr var burada? 1, 2, 3 dənə lüstr var. Bu boyda qardırob. Allah. Hər kim alacaqsa xeyirli, uğurlu olsun. Düşərli olsun. Qəşəng yatağı. Bir dənə burada televizor qoyursan. Burada sanitar qovşağı. Qardaş, bu nədir? Bizim kıxna boydadır bu. Kıxnadan da böyükdür. Ay maşallah. 1 milyon manat deyilir bu evə. Amma valla bir dənə də balkonu. Məndən soruşsaz, mən çox milyonluq evlər görmüşəm, amma bu ev dəyər bu pula. Bu pulu bu evə verməyə dəyər valla. Çünki bugünkü gün bu evi tikmək istəsək, hər kim olur olsun, bu evi bu qiymətə tikmək mümkün deyil. Çox qəşəngdir yox. Allah hər birimizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Gəldik bir videomuzun daha sonuna. Allah sizlərə can sağlığı və ruzi bərəkət versin. Məncə bu evi almağa dəyər. Siz də almaq düşünürsünüzsə, almağı düşünürsünüzsə rahatlıqla müraciət edə bilərsiniz. Özünüzə müğayət olun, özünüzə yaxşı baxın. Hələlik.